Rusiyanın Belqorod vilayətində dron hücumları nəticəsində xeyli sayda insan xəsarət alıb. Zərbələr yaşayış və ictimai obyektlərə də ziyan vurub. Hadisə yerində xilas edicilər və tibbi briqadalar çalışıb, yaralılara yardım göstərilib. Belqorod vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 11 böyük və 2 uşaq yaralanıb. Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat yayıb. Onun sözlərinə görə yaralanan arasında 4 yaşlı oğlan da var. O, qəlpə yaraları ilə uşaq xəstəxanasına çatdırılıb. 9 yaşlı uşağa və 3 böyük şəxsə tibbi yardım hadisə yerində göstərilib. Daha 8 yaralı isə Belqoroddakı tibb müəssisələrinə aparılıb. Şuvayev bildirib ki, bütün yaralılara lazımi tibbi yardım göstərilir. İlkin məlumata görə hücum nəticəsində 4-dən çox mənzilli yaşayış binasına, inzibati binaya, sosial və kommersiya obyektlərinə ziyan dəyib. Pilotsuz uçuş aparatının partlaması nəticəsində yaşayış binasının qarşısındakı dayanacaqda 2 avtomobil yanıb. Yanğın artıq söndürülüb. Bundan başqa, vilayətdə bir fərdi yaşayış evində də yanğın baş verib.